Selamünaleyküm, bereketli olsun ay usta. Sağ ol, hoş geldiniz Arisa. Ana arı almağa gəlmişik. Dedi bir məsləhət eləyək. Görən bu karnika sortu mu məsləhətlidir, yoxsa bakfas mı? Elçin müəllim də öz fikrini bildirsin. Yəni neçə ildə bu təcrübədədir, neçə ildir bu işin içindədir, bizə bir fikrini bildirəcəkdir. Sizi salamlayıram, hoş geldiniz birinci növbədə. Qərb bölgəsi üçün karnikadan üstün arı yoxdur. Yəni bu 2016-cı ildən bəri biz karnika ilə işləmişik, sonra keçmişik bakvasta. Bakvas da yaxşıdır, prosto bakvas üçün gərək daimi çiçək tozu gələn bölgələr olsun. Düzdür, yəni bizdə bizi nə tərdimi, pis vəziyyətdə qoymur. Həmişə bal götürməyinə götürürük. Prosto karnikaya çatmır heç bir bakvaslar. Yaxınlaşdır. Daha məhsuldardır da, yəni karnikanın sortu daha məhsuldardır nəinki. Yaxınlaşdır bunu. Yaxınlaş. Bu yəni həmin o sözü gedən karnika sortudur. Yəni səhv eləmə. Karnikadır, bu bakvasla südləşmiş karnikadır. Sən çəkişi davam elə. Cəməlim, buranı çəkalım. Burada bir gözəllik var, qar yağıb yenişin üstünə. Yenişin üstünə qar yağıb. Arılarımız da həmişə kimi yenə sakitçiliyi yerində. Bu günah neçəsidir? 27 iyun 2026-cı ildir. 27 iyun 2026-cı ildir. Gözəl nəticələr var. Bərəkətli olsun müəllim, bərəkətli olsun. Qəşəng. Yaxınlaşdır, çəkə bilərsən müştərilərimiz. Bu da yəni onun əyani bir sübutudur ki, yəni bu karnika sortu Qərb bölgəsində həyatdır Allah. Bəli. Onun üstün həm qışlaması, həm problemləri az olur da. Bakvas da qəşəngdir. Bakvaslar sürüb işləmək niyyəti ilə fikirləşməyin. Bakvas da saxlayırıq. Arxanamızın yarısı bakvasdır. Sadəcə biraz üstünlüyü vermişik daha bu ildən sonra. Yenə karniyolar gəl yavaş-yavaş saxla. Saxladın. Bir göz saxlayayım.